onsuz da dərs uzun olacaqdı. Deməli belə, biz nə edirdik burada? Biz nə edirdik? E, Deməli, alqoritmin zaman mürəkkəbliyindən danışırıq. Bir alqoritmin effektivliyinin ölçülməsi üçün zaman mürəkkəbliyi anlayışından istifadə olunur. Deyəcəm bu necə ölçülür? Bir alqoritm nə qədər niyə effektiv olmalıdır? Nə qədər effektiv olmalıdır? Bu şeylərdən bəhs eləyəcəm. Öncə bir dənə standart bir axtarış alqoritmi yazıram. Yəni axtarış alqoritmi tərtib edirik. Bu da nədir? Əlimizdə bir dənə array var. Burada mən simple bir dənə array göstərmişəm, amma bu array milyard dənə elementdən ibarət ola bilər, yəni. Söhbət array zaten var. Və istifadəçi gəlir bir dənə ədəd daxil eləyir. Həmin ədədi biz arrayin içində axtarırıq. Əgər arrayin içində həmin ədəd varsa, o zaman həmin ədədin indeksini qaytarırıq ki, filan indeksdə. Tutaq ki, 45-i daxil eləyib istifadəçi 1, 2, 3, 4, 5. Yəni sıfırdan saysaq 4. Axtarırıq. Əgər 45 bütün elementləri yoxlayırıq, target 45 olur da. Görürük ki, 4-cü indeksdəki elementə bərabərdir. Qaytarırıq ki, 4-dür. Əks halda da bütün elementləri axtarandan sonra yazırıq ki, yox, bu element yoxdur. Və bunun üzərindən mən sonra bunun effektiv başqa bir formasını yazacağam. Binary search algoritmin. Və bu algoritmlə də yəni effektivlik nədir? Məsəl üçün zaman mürəkkəbliyi anlayışını izah eləməyə çalışırdım. Çünki belə adicə o 1-dir, o ln-dir, o log-n-dir və ya o n log-n, o n bu mürəkkəblik dərəcələrinə çıxsam, yəni çox da bir şey başa düşməyəsiniz. Zaten məqaləm də var, ətraflı linkini də atacağam. İndi gedirik. Deyirəm ki, əgər axtarılan hədəf elementim array'in i'ninci elementinə bərabərdirsə, Hə, siz deyirsiniz, yəni bizim ağlımızda düşündüyümüz ədəd elə bil ki, indeksləri gedib axtaracaq binary ilə, algoritmlə də belə deyim. yox, Gedib indeksləri axtaracaq. axtarmayacaq. Bax, bilsən niyə toxunuş eləyirəm? Asif, hadisələri düzgün ifadə eləyirsən, olacaq şeyi deyəsən, bax o danışıqla. Amma deyirsən ki, indekslər axtarır. Bax, bu indekslər axtarır sözü qoymayacaq ki, sən bunu başa düşəsən. Çünki bu indeks axtarmır. Bu bambaşqa bir şeydir. Bu istifadəçi daxil edir. Bu kompüter üçün ayrıdır. Target deyə bir yer qoyub. İstifadəçiyə biz deyəcəyik ki, sən bir dənə ədəd daxil elə istifadəçi. Bunu array'in içində axtaraq. Bu başqa bir şey də ola bilər. Nə bilim, Hə, random ədəd atıb onun ərdeyin random içərisində bir şey, axtarır. hə deyən nəsə. Array də zaten var. Bunları niyə altın xəttlə xətt çəkib vurğulayıram? Anlayasan deyə. Və mən axtarılan ədədlə array'in içindəki indeksləri yox, birbaşa array idi indeks. Amma array'in içindəki ədədin birbaşa özüdür. Birbaşa ədədlərin özü ilə sıra ilə, ilə, gəzə-gəzə for dövr operatorunun mexanizmindən istifadə edirik. Gəzə-gəzə ilə array'in bir-bir bütün elementlərini götürüb targetinə yoxlayacağam. Array'in də xüsusiyyəti odur ki, təkrarsız və artan sıra ilə düzülüb, yəni nizamlı formada. Array'in xüsusiyyəti budur. Və əgər bu bərabərlik varsa, mən onda indeksin buradakı array'in elementinin indeksini götürürəm. O zaman indeks bərabər olur i-yə. İndeks bərabər olur i-yə. Deyirəm ki, indeksdə sıfırdan başlayır, arta-arta gedir array'in sonuncu indeksinə kimi, düzdürmü? Yəni mənfi 1 ola bilməz. Əgər mənfi 1-dirsə, şeydir, yoxlayıram, yazıram. Deməli, if deyirəm. Deməli, indeks bərabərdirsə mənfi 1-ə, çıx, nə qoydum ki? Bərabərdirsə mənfi 1-ə, sən istifadəçiyə denən ki, Asif, Sistem adının element var. Number idi ədəd nə idi?
Number. Is not found olsun da belə tab qoyum. Found. Əclaf AI-ya bax sən. Avtomat is not valid, düzgün bir şey deyil. Mənfi birdən tutur o temanı ki, öz içində işləyir bir dənə alqoritm. Görsən, hə? Mənfi birdən tutur ki, yəni uyğun case deyil də bu. Is demək əks halda. Demək ki, bir dənə ədədə bərabər olub da, bir dənə indeks qiymətini alıb. Başqa bir şey alası deyil ki, iki hal var. Ya mənfi birdir, ya da indekslərdən birinci oturub. Əks halda sort deməli yazıram this number index deməli yazıram input number olsun. Input number index is plus nədir? Deməli plus deməli index. Belə bir şey. Ctrl Alt L deyirəm və görsən düzəldir. Run eləyək, çalışdıraq. Deməli bura bir ədəd daxilim. Taç 45. Görsən? Bəli. Bir də run eləyirəm. 46-nı daxil eləyirəm ki, yoxdur. This number is not found. Xırda bir alqoritmdir, düzdürmü? Sənə də simple bir proqram kimi gəlir. İndi burada gəlirik dananın quyruğunun qopduğu yerə. Asif, elə datalar var ki, yəni ən azından dünyada ən belə simple da deyək ki, keçən səfər bir də misal vermişdim. Dünyadakı bütün insanların sayı 8 milyard dollar, bir dənə database-ə yığsan, elə indeksi də sıfırdan başlasa 8 milyard element olacaq və ya hər insanın tutaq ki, Medium'da məqalə yazan adamları, YouTuberlərin videolarını indeksləməyə çalışsan, tutaq ki, 1 milyard YouTuber var ya 500 milyon. Hərəsinin 100 dənə, 1000 dənə videosu olsa gör neçə dənə elementdən söhbət gedir. 10 milyard, 20 milyard. Düzdürmü? Bəli. Yəni trilyon dənə data formalaşdırmaq olar. Beləliklə trilyon elementli bir dənə collectiondan rastlaşa bilərsən. Və bu əsnada bu simple gördüyün algoritm var bunun effektivliyi sorğulanmalıdır. Çünki kompüterin prosesoru məliyəcək. Bu 3 sətirli koda görə. Bu 3 sətirli kod bizə sadə bir məntiq yürütməsi kimi gəlir, amma kompüterin türkün məsələ, yəni ciyarı dağılacaq. Yəni böyük datalar qarşısında. Bunun qabağına keçmək üçün necə eləyə bilər ki, yəni bu ən pis halda ON notasiyası deyilən bir şey var da. Yəni notasiya ilə alqoritmin zaman mürəkkəbliyi funksiyasını verirlər. Deyirlər ki, məsəl üçün O1 zamanda işləyən alqoritm var. Tutaq ki, array-in 5-ci elementini müraciət eləsəm, bir dəfə gedib tapacaq, düzdür? Onun zaman mürəkkəbliyi O1-dir. İdealdır, çox superdir, tapacaq. İndeksdən müraciət ona gətirib çıxardır. Digər tərəfdən var O log n. Loqaritma 2 əsasdan n deməkdir. Yəni loqaritma 2 əsasdan n dəfə işləyib tapacaq. Bu da super alqoritmdir. Log n alqoritmlər super alqoritmlərdir. Yəni n 16 olanda 2 əsasdan 16 o deməkdir ki, 4 dəfə gedir tapır. Yəni sonra məsəl üçün ON var, n dəfə işləyib tapır. Məsəl üçün bunun zaman mürəkkəbliyi ON-dir. Pis alqoritm deyil. ON də pis deyil. Ondan sonra daha pis gəlir ON log n, n vurulsun log n dəfə əməliyyat aparan. Sonra ON kvadratı, ON kubu, brute force alqoritmlər gəlir gedir də, yəni burada məqaləmdə göstərmişəm.
İndi qaydaq məqaləyə. Asif, diqqətlə baxırsanmı bu hissələrə? Bəli, bəli. Mən indi binary search, məsəl üçün də notasiyalar var. Deyir ki, runtime. Və burada oxusaq iş vaxtı. Deməli, time kompleksdən danışmazdan əvvəl alqoritmin işləmə vaxtı, running time-dan biraz bəhs edək. Müəyyən bir verilənlər üçün alqoritmin işləmə müddəti aparılan əməliyyatların sayından asılıdır. Alqoritmin işləmə müddəti, yəni sənin nə qədər müddətdə cavab alacağın, aparılan əməliyyatların sayından asılıdır. İndicəki alqoritmdə n dəfə işləməli idi. Ən pis hal götürülür də genəldə. Əməliyyat sayı nə qədər çoxdursa, alqoritmin işləmə müddəti o qədər uzun olacaq. Yəni, elə bir alqoritm tərtib eləməlisən ki, əməliyyatların sayı aşağı düşsün. Bu, ümumiyyətlə ON alqoritmlər, bu tərtib elədiyimdə ON alqoritmi pis sayılmır, pis deyil. Amma alqoritmi optimallaşdırmaq deyəndə, məsəl üçün də ən pis halda n dəfə işləməyəcək o alqoritm. Aha. Sən elə eləməlisən ki, o ən pis halda n dəfə işləməsin də, məsəl üçün log n dəfə işləsin. Tutaq ki də 1024 dənə elementi olan arraydə neçə dəfə işləyəcək o mənim alqoritmim? 1024 dəfə işləyəcək ən pis halda, düzdür? Amma indi binary search alqoritmini verəcəm, binary search. İki tərəfli axtarış. Binary search o log n dəfə işləyəcək. Log n o demək ki, 2 əsasdan 1024 nə eləyir? Hardasa deməli 16 4-dürsə, 32 5 6 7 8 9 10. 10 dəfəyə 1024 dəfə işləmək hardadır? Ən çoxu, ən pis halda 10 dəfə işləmək hardadır? Görsən Yəni dataların sayı. dəfələrlə sürətləndirir və əlverişli eləyir biz axtarışı. Hə də dataların sayı böyüdükcə görsən nə qədər effektiv olduğu görsənir bunun üzə çıxır. Tutaq ki, 4 elementli bir yerdə 2 dəfə bu işləyəcək, 4 dəfə bu işləyəcək. Çox 4 elementli bir massivdə. Çox da böyük fərq olmayacaq. Amma 1024-də çıxanda biri 10 dəfəyə tapır, biri 1024 dəfəyə tapır. Və ya daha böyük saylara çıxanda, yəni başına hava gələcək. Yəni neçədirsə array elementləri ən pis halda o qədər axtaracaq, amma bu log n dəfə axtaracaq. Mənim göstərdiyim time kompleksdir. Yəni biz alqoritmi effektivləşdirmək üçün onun yerinə yetirdiyi əməliyyatların sayını aşağı salmalıyıq kompüterin bir axtarış nəticəsində. Yəni məqsədənə hər əməliyyatın neçə dəfə icra olunacağını hesablayıb ilkin verilənlərin ölçüsündən asılı olaraq bu alqoritmin təqribi olaraq nə qədər vaxtda işini qutaracağını hesablaya bilərik. Bax görürsən. Time complexity alqoritmin effektivliyinin hesablanması. Bir alqoritmin effektivliyinin hesablanması zamanı, yəni effektivliyin hesablanması deyəndə, yəni məsəl üçün də mən tərtib elədiyim alqoritmə demirəm ON-dir, zaman mürəkkəbliyi. Aha. Məsəl üçün sonra deyirəm ki, o log n verəcəm sənə, zaman mürəkkəbliyi log n olacaq. Yəni onu hesablamaq üçün nə edirlər? Best case complexity, ən yaxşı hal. Bu alqoritmin ideal şərtlərdə ən sürətli işləmə vaxtıdır və alqoritmin performansının alt həddini ölçür. Yəni necə? Tutaq ki, bayaqki mənim alqoritmimdə ən yaxşı hal nə ola bilər? İstifadəçi 1 daxil eləyər, gələr elə birinci elementi tapar, qaytarar. Yeri gəlmişkən tapandan sonra da qırsın bunu, axtarışa davam eləməsin. Break. Bildin? Aha. Return qırır foru. If-in içinə girsə əgər, tapdısa bir dəfə, indeksi həmin şeyə bərabər edib qıracaq. Axıra kimi, alqoritmi optimallaşdırdım, gördün? Bir dənə returnlə. Əks halda, məsəl üçün istifadəçi 1 daxil eləyəndə bu olmasa, bunu kommentariya yazsam. İstifadəçi 1 daxil eləyəndə gəlib 1-ə bərabər olacaq. Sonra bütün elementləri yoxlayacaq, görəcək ki, yoxdur. Ən axırıncı elementlə yoxlayandan sonra çıxacaq mənə deyəcək budur. Halbuki ki, nəticə alınıb. Amma bunu çıxardanda şey olur. Gəlib 45-i tapan kimi, məsəl üçün 45 daxil eləmişəmsə, bizə dəyər qaytaracaq. Yoxlamır. Bu sənə adi gələ bilər 2 elementdir. Yəni 2 elementdir nədir? Amma arada yenə dediyim kimi milyardlarla başqa element ola bilər. 10 milyardlıq bir arraydə sonuncu 1 milyard elementi tutaq ki, axtarmamaq böyük üstünlükdür və ya ilk elementdən tapmısansa,
yerdə qalan 9 milyard 999 milyon nə bilim neçə element axtarmaq sənə gərək deyil. Yəni bu kiçik detallar da. Onu da deyim, bax, maraqlı bir hekayə olsun. Bu algoritm hissəsi, yəni bu xırda detallar çox önəmlidir. Niyə önəmlidir? Məsəl üçün 90-cı illərdə NASA şeyə Marsa raket göndərir. Təzəlikcə, bu gün eşitdim yoxsa dünən eşitdim. NASA-da səhv eləyir deyirlər də. Götürürlər, ölçü vahidi hesablamaları inçlə aparırlar. Kompüterdə algoritma amma metr verirlər. Ölçü vahidi kimi. Bilmirlər də, xəbərlər olmur. Gedir raket Marsa çaxılır təbii ki. Nəticə 125 milyon dollar zərər. Sən düşün də ora inç əvəzinə metr yazan proqramçını. Gözü bir səhnə hər şey, bütün planı Yəni xırda detalların belə nəticələr olur da. Yəni işin əhəmiyyət dərəcəsindən asılıdır. Sonra average case kompleksdir. Yəni bu algoritmin təsadüfi girişlərlə işləmə zamanı gözlənilən vaxtıdır və adi performansı göstərir. Yəni ortadan bir element daxil eləsən, tutaq ki də n/2-yə tapacaq. Worst case kompleksdir. Yəni ən pis hal. Bu algoritmin istənilən giriş üçün ən yavaş işləmə vaxtıdır və performansın yuxarı həddini təmsil eləyir. Yəni necə ən pis axtardığın element gəlib olacaq sonuncu element. Axıra kimi işləməli olasan tapmaq üçün. Deməli, notasiyalar. Algoritm zaman mürəkkəbliyini izah edən 3 əsas notasiya var. Big O notation'dır bu. Theta notation, omega notation da var. Bunlar yan məlumat kimi qəbul elə bunu. Əsas Big O notation'dan istifadə olunur. Ona görə bu birisilərə girməyəcəm. Big O notation, Big O notasiyası algoritm yuxarı həddini və ya ən pis hal mürəkkəbliyini göstərir. Yəni dediyim kimi də promoid etməyə bunun mürəkkəbliyi ON-dir. Ən yaxşı halı hesablamadım. Yəni onları toplayıb orta halı, ən pis halı, bir də ən yaxşı halı toplayıb ortaya bir şey qoymalısan. Amma Big O notasiyasında sadəcə ən pis hal götürülür. ON-dir ən pis hal. Yuxarı həddini və ən pis hal mürəkkəbliyini göstərilir. Giriş ölçülərinə görə algoritmin maksimum işləmə vaxtını müəyyən edir. Yəni ən pis halda bu algoritm nə qədər işləyəcək. Və algoritmlər, bax, mənim algoritmim ON-dir. Bax, bu deyək ki, aparılan əməliyyatların sayıdır, bu Y oxu. Görsən? Bu da ilkin datadır. Algoritmin ilkin datalarının sayıdır. İlkin dataların sayından asılı olaraq log n qalxır belə inkişaf edir. Yəni əməliyyatların sayı çox artmır da, görürsən. Amma fikirsən ON necə qalxır? Bax, tutaq ki də bura 1024 olanda bu qalxır, gəlir şeyə 1024-dən əməliyyat eləyir. Amma bu 1024-cü elementdə gəlir buradan cəmi 10-dan əməliyyat eləyir deyək. O n log n var. Bu biraz da qalxır yuxarıdadır. Yəni n vurulsun log n dəfə əməliyyat aparır da. Bu ondan biraz pis algoritmdir. N kvadratı vəbşi yaxşı sayılmır. 2 qat for gördünsə, bax sənə bir dənə trik deyim. Bunu yadından çıxartma. Müəllim, algoritmlərə baxanda yəni heç belə tərəddüd eləmədən mənə bir dənə 1-0 önə keçməyə bir şey denəndə müəllim, elə deyin ki, mən ona baxanda bir dənə yəni inkar olunmayacaq məlumatı görüm. 2 qat for görürsənsə, bil ki, bunun zaman mürəkkəbliyi o n kvadratıdır. Bildin? Orada n kvadrat dəfə işləyir. Çünki birinci forun birinci elementinə qarşı bu tam işləməlidir də, başa düşdün, Asif? Axıra kimi getməlidir. Yəni necə deyim, bax, deyək ki, burada bir dənə 2 qat for atsam, deyək ki, for, tab deyirəm, düşürəm aşağı, for, tab deyirəm. Bax, burada i indeks plus 1 nədir? Səy şeylər nədir? 0. Bu da cici gəlib. Özündən şey algoritm qurur, Rövci. 0. Hə. Bu i0 olanda, baba bu array'in ölçüsü tutaq ki neçədirsə, n deyək də bu ədədə n deyək array lensə. N dəfə işləməlidir ki, bax məsəl üçün bu blokdan çıxsın.
bu blokdan çıxsın. Bu n dəfə işləməmiş bu blokdan çıxmayacaq, düzdür? Bu 0 olacaq, bu n dəfə işləyəcək. Bu 1 olacaq, bu n dəfə işləyəcək. Bu 2 olacaq, bu gələcək yenə n dəfə işləyəcək. Yəni i n dəfə işləyir. Hər bir dəfəsində də bu n dəfə işləyir. N vurulsun n olur. Ona görə bir yerdə 2 qat for gördünsə, yəni düz əməlli alqoritm deyildir və n kvadratıdır. Yəni bəzi alqoritmlərdə məcburən n kvadrat olur. Çünki 2 ölçülü ərreyin içində nəsə axtarış falan aparırsansa, məcbursan. Nəysə, bu zaman mürəkkəbliyi funksiyalarıdır. İndən biabırçısı n faktorial hesab olunur da, ha? Hə, ən biabırçısı odur. Yəni rekursiya. Eksponensial da kifayət qədər pisdir. Yəni bunlar astronomik rəqəmlərdir, astronomik şeylərdir. Yəni bu funksiyalar adi qabağımızda gördüyümüzə baxmayıb 1 ilə 2 ilə görürük. Hamısı birinci x1 olanda hamısının dəyəri 1-dir. Amma belə yəni ümumi götürəndə elementlər qalxdı 1000-ə, milyona, böyük rəqəmlərə qalxanda vəbşi. Yəni aradakı boşluğu təsəvvür belə eləyə bilmərsən. Deməli bax, məsəl üçün də O1 alqoritmlər konstant, sabit sayılır. Yəni elementin sayı 1 də olsa bir dəfə işləyir, 2 də olsa bir dəfə işləyir, 4 də olsa bir dəfə işləyir, 64 də olsa bir dəfə işləyir, milyard da olsa bir dəfə işləyir. Çünki milyard elementli bir dənə massivdə düşün ki 5 milyonuncu elementi sistem out print line eləyirsən. İndeks xüsusiyyətinə görə birbaşa gedir o elementi tapır, düzdür? Yəni bir dəfəyə tapır. Çox da belə şey eləmir. O log n tərtib eləməlisən belə bir alqoritmi, o log n olması üçün. Dediyim kimi binary search-ü verəcəm, o log n-dir. Bir də məsəl üçün elementlərin sayı 1-dirsə bir dəfə işləyəcək, 2-dirsə yenə bir dəfə işləyəcək, 4-dirsə 2 dəfə işləyəcək, amma o n 4 dəfə işləyəcək, 8-dirsə 3 dəfə işləyəcək, 8 dəfə işləyəcək o n, 16-dırsa 4 dəfə işləyəcək, 16 dəfə işləyəcək. Bax görürsən 64-də 6 dəfə işləyir bu. Bu 64 dəfə işləyir. Amma fikir versən deyirəm, ədədlər böyüdükcə astronomik fərq yaranır. Bu 64-dən 1024-ə qaldır elementləri. Bu 10 dəfə işləyir, bu 1024 dəfə işləyir. Düşün ki, yəni fərq necə açılır. Söhbət. Hələ n log n var da. Məsəl üçün n log n n-i vurulsun buna, yəni bu vurulsun bu dəfə şeydir, işləyir. Bircə dəqiqə bircə 30 saniyə fasilə verirəm, gəlirəm. Cəsko. Cəsarət. Cəsko. Ay Cəsko.
Sıxmır dərs səni. Xeyr, mən Sıxıcı olsa videonu açıq qoymuşam nəysə. Sıxıcı olsa biraz zarafat modunun adını aça bilərik. Ulti. Çətin deyil. yəni narahat sıxıcı dərs danışmarsınız siz. Çox sağ ol. Çətin deyil. Biraz hə, çətindir. Amma başa O düşürəm. çətinliyi sıxır biraz. İmенно da bu loqaritma yazada ümumiyyətlə riyaziyyatda da həvəsim olmayıb. Bu bilsən, yəni riyaziyyatın əslində başa düşsən zövq alasan. Burada riyazi əməliyyat aparılacaq bir şey yoxdur. Sadəcə əməliyyatların sayı riyaziyyatdakı bəzi funksiyalarla üst-üstə düşür adı ilə. Yəni o qədər. Vəssalam. Yerdə qalan hamısı hər şeyin kodla əlaqəsi var. Deməli belə. Hansı hissədə qalmışdıq biz? Yəni əməliyyatların sayında. Tutaq ki də, məsəl üçün O1-ə misal göstərmişəm ki, yəni x 10-dursa, y plus 5 bunu bir dəfə əməliyyat eləyir də, yəni O1 zamanda tamamlanır. O log n. O log n budur. Bu axtarış algoritmidir. Bunu yazılışın başa düşməyin çətin olacaq, amma izahın nə etdiyini izah eləyəndə başa düşəsən. Bilmirəm, bir dəfə izah eləmişəm bəlkə də. Bu nə edir? Yarıya bölmə üsulu ilə gedir. Yarıya sıralıdır axı. Deməli, bir dənə bunu şey. Hə, medianından tapır elə bil ki, yarısını. Bir dənə sən algoritmə sırayla bax. Bir 30 saniyə göz gəzdir sırayla. Səncə nə edir bu algoritm? İşin dedim də sənə, yəni bayaq kimi mənimki kimi axtarış algoritmi eləyir. Ərəyin ortasından daxil olacaq. Yox, ərəyin ortasından. Hə, ortasından necə? Yəni birinci ortadakı elementi yoxlayır, amma nə edir? Sofistik yoxlayır da biraz. Buna o nəzərlə baxma ki, ayda mən də binary search kimi bir algoritm verim. Bax, bunun riyaziyyatın kəllələri verib. Bu binary search-dür, quick sort-dur, məsələn, array-i sıralamaq üçündür. Bu axtarış üçündür. Nə bilim, bubble sort-dur. Bunları, yəni ilk zamanlar, kompüterin ilk zamanlarında güclü riyaziyyatçılar verib. Kompüter sönməmiş topa taxım. Bir növ aşağı səviyyəli dillər üçün yaxşıdır bu. Aşağı səviyyəli yox, elə yuxarı səviyyəli dillərdə də. Tək aşağı səviyyəli yəni. Bu, yenə deyirəm, kompüterin bir əməliyyat aparmaq üçün yerinə yetirdiyi bir işi görmək üçün əməliyyatları Onda belə çıxır ki, burada left 0, yəni deyir array-in ilk elementi, right-dakı array length 1, yəni array-in ən son elementi. Hə. Sonra bizə deyir ki, left-in right-dan kiçik bərabər olduğu halda while döngüsü ilə. Niyə? Yəni nə vaxt ki left right-da. İndi izah eləyək. Keçək bunu tətbiq eləyək. Keçək bunu tətbiq eləyək. Mən bu hissəni götürürəm. Bu
Niyə belə oldu ki bu? Binary search. Aha, bu yeni bir problem. Bunun sayısı xüsusiyyətləri var. Binary olsun. Name users olsun. Aha. Bu niyə belə eləyir? Çünki əvvəlində nə yoxdur? Public yoxdur. Static yoxdur. Static deyil. Public'a görədir yox, static'a görədir. Index bərabərdir binary. İçinə atıram array ilə target. Yuxarıda elan etdiyim array ilə targeti. Bunu şey edeyim də. Vergül qoyum 85-də yazım. 86 nə bilim. Vergül qoyum 91. Vergül qoyum 98. Belə biraz artıraq. 6 il deyirəm. Index bu binary metodu geriyə bir dənə index qaytaracaq. Ya ne eləyəcək də bu? Gözdə else if bu şeyin açmayayım. Yeri gəlmişkən görürsən else if'in bloku yoxdur. Əgər altında bir dənə əməliyyat aparılırsa bloka ehtiyac yoxdur. İkinci sətr varsa o blokun açmalısan. Belə. Bunda da bir şey yoxdur. Bu return də şeyə aiddir, if-ə aiddir. Əgər if düz olmasa bu işləməyəcək. İstəyirsən heç kafa qarışıqlığı olmasın. Mən bunu bloklara alım. Bax görürsən bununki getdi. Bu da belə. Bu da belə. Else-dəki bu da. Else də alım bloka. Düşünəm aşağı. Hə, else də özü çıxdı. Hə. Belə bloklarımız olsun. Bunlar da hamısı while'in içindədir. Görürsən while'in içində belə bir döngü var. Bunu da ki kafa qarışdırıcı olmasın, belə olsun. Bunu silirəm. Bunu da silim. Bura kimi. Bunu mötərizəyə alım. Bax görürsən, yəni ortadakı elementi götürür middle. Left niyə kiçik bərabərdirsə right, yəni ən soldakı element, ən sağdakı element. Bunlar biraz sonra hərəkət eləyəcək. Yəni bunun məntiqi nədir? Görək Google-da bununla bağlı nə şəkillər var. Yəni axtarış eləyək. Belə kod anladım təxmini. Binary search algoritm şəkillər desək, nə var şəkil? Gəlir. Binary tree. Gəlir, məsəl üçün belə bir array'im var. Gəlir promoy. Middle, left and right toplayıb 2-yə bölmürdü. Middle-a bərabər eləyirdi onu. Gəlir promoy ortadakı elementindən targeti yoxlayır. Əgər ortadakı element targetə bərabərdirsə, ortadakının indeksini qaytarır. Əks halda yoxlayır ki, ortadakı element elementdən kiçikdir ya böyükdür. Tutaq ki, ortadakı elementdən böyükdürmü? Yəni ortadakı elementdən böyükdürsə, deməli axtarılan element ortadakı elementin sağındadır. Düzdür? Bir növ median içində median yaradır da, yəni hiyerarxik strukturda. Hiyerarxik deyəndə, yəni bu hiyerarxik deyil, yəni sadəcə olaraq yer dəyişmə eləyir üzərində. Necə eləyir? Hə, yox, mənə denən. Sən bilirsən ki, array sıralıdır. Gəldi, yoxladı ki, promoy birbaşa gəlir deyir ki, ortadakı elementə bərabərdirmi? Əgər bərabərdirsə, ortadakı elementin indeksini qaytarır, while'ı qırır, while'ı qırandan sonra metodu qırır. Promoy. Tamamdır. Əgər sonra yoxlayır ki, bərabər deyilsə, əgər yoxlayır ki, else if
axtarılan element target böyükdürmü array middle ortadakı elementindən? Əgər böyükdürsə, deməli bu element sağ tərəfdə yerləşir. Solda ola bilməz ki. Əgər sağ tərəfdə yerləşirsə, left, yəni sol qanadı gətirir eləyir burada. Gətirir qoyur middle-a. Array-in left-i olur burada, right olur burada. Sonra yenə ortadakı elementlə 40 ilə yoxlayır. Plus 1-dən başlayır da. 40 ilə yoxlayır. 40 ilə üst-üstə düşürsə 40-ın indeksini qaytarır. Yox, əgər 40-dan yoxlayır ki, böyükdürmü? Yox, böyük deyil, demək ki 40-ın sol tərəfindədir. 39-u götürür. Bildin? Yəni yarıya bölmə üsulu ilə gedir, bildin? Bölə-bölə gedir. Çatdı. Əgərlərim burada tutaq ki, gəldi promoy gəlir while-in içində. Yoxlayır ki, array-in middle elementi. Middle nə idi? Burada şeylər. Ən ortadakı medianı. Hə. Median deyirsən də indi. Yəni ortadakı element indeksi götürür. Yəni ortadakı indeksi də array-ə verəndə əlbəttə ki, ortadakı element bərabərdirsə o indeksi qaytarır. Yox, bərabər deyilsə else if-ə girir. Else if-ə girəndə yoxlayır ki, kiçikdirmi? Əgər kiçikdirsə, bayaq böyükdür halını dedim. Əgər ortadakı elementdən böyükdürsə, hə, yox, elə düz demişəm. Düz deyəndə yəni başqa bir halda kiçikdir də qoya bilərsən, başqa bir şeydir. Ortadakı elementdən böyükdürsə, deməli sağ tərəfdə, middle-da sağdadır, düzdür? Avtomatik yarısın, array-in təyin yarısın middle-da daxil olmaqla soldakı bütöv atır. Necə atır? Left-i bərabər eləyir middle plus 1-ə. Middle-a niyə bərabər eləmir? Çünki zaten middle-dan yoxlayıb yuxarıda. Middle plus 1-ə bərabər eləyir. Left olur middle plus 1-də, yəni ortadakı elementdən bir dənə sağda, right-da öz yerində qalır. Yox əgər baxır ki, bərabər deyil. Keçdi, yoxladı ki, ortadakı elementdən böyük də deyil. Deməli, avtomatik ortadakı elementdən kiçikdir, düzdür? Sol tərəfə düşür ortadakından, düzdürmü? O zaman right bərabər olur middle plus 1-ə. Left qalır 0-da, right gəlir middle minus 1-ə. Beləcə gəlir, bu blokdan da çıxır. Yəni bunlardan biri düz olsa, bu düz olsa array-i qıracaq. İndeksi qaytarıb qıracaq. Axırda burada düz olacaq özdə, düz olanda. Yox, bu şərt düz deyilsə, böyüklüyünü yoxlayır, zəd dəyişir. Else girmir, qayıdır bir də başa. Else girmir, qayıdır bir şey. Ən axırda target bərabər olur array middle-a. Bu şərt ödənir. Əgər array-in içində axtarılan element target varsa. Və beləcə bu hər dəfə yarıya bölmə üsuluna, yəni 1 milyon row elementi olan massivdə, array-də, 1 milyon elementi olan array-də. Bu, bax, tutaq ki, middle buradadır da, birinci addımda 500 mindən elementi atır qırağa. Tutaq ki, array buradadırsa, 91-də tutaq ki. Buranı yoxlamır da, görsən nə qədər qabağa düşür, birinci addımda. Left-i gətir qoy bura. Sonra middle təzədən while-in içində də axı bir döngüdür. Left-lə bununla bunu toplayıb bölür 2-yə, ortadakı indeksi tapır. Ortadakı indeksdən yoxlayır. Hansı tərəfdədirsə, tutaq ki, əgər soldadırsa, buradadırsa. Buranı bütöv atır. Yerdə qalan 500 min elementin 250 minini də tulluyur. Bildin? Görürsən, fikir versən möhtəşəmliyi. Bu barədə bir fikir bildir. Anladım müəllim, anladım. Bizdə elə Python'dan semestr sualına da düşmüşdü belə bir şey. Orada da kodu alt üstü belə yazmışdım. Yəni belə deyim də, mediandan yazmışdım. Bu da elə ən ortadakını tapır da, bir növ median kimi bir şeydir. Yəni ən ortadakını tapır, sonra deyir ki, bu ədəd ən ortadakından balacadır ya böyükdür. Baxır ki, balacadırsa demək bundan soldadır. Böyükdürsə sağdadır. Bir növ medianları alt medianlara bölüşdürür. Hə də, yəni ki, xəyal et. Bir var, yeni bir massiv yarada, bu çox şey olar. Bilsən niyə orada müdaxilə edirəm? Ona görə ki, bir var, yeni bir massiv yarada.
ərreyi yarada. Hər dəfə yarısını ora doldura, yarısını bir dənəsində yarada, onun da yarısını ona doldura. Elə kompüterdə çox resurs işlədir. Eyni bir ərreyin üstündə. Sadəcə bu üzə addımını atmır. Əgər bu yarım kürədə deyilsə, təkcə gəlir burada axtarır. Yenə bunu da iki yerə bölür. Buradadırsa day bura girmir. Buradadırsa day bura girmir. Yarıya bölə-bölə gedir. Ən axırda middle-cı elementə, middle-cı indeksdəki elementə bərabər olur target hökmən. Və bərabər olmursa ümumiyyətcə axıra kimi. O zaman da bir yerdə left ilə bölə-bölə gəlir axı. Left ilə right bir-birinə yaxınlaşır. Left ilə right bir-birinə bərabər olanda while-ı da qırır, mənfi bir qaytarıcı yoxdur. İndi sən anladın ki, niyə bu logendir. Anladım, anladım. Yəni niyə 1024 dənə element daxil eləsən bura, bu 10 dəfə işləyəcək, 10 dəfəyə tapacaq. Hə, onu qruplaşdıracaq özü daxilində. Eləncək tapıb rahat çıxardacaq cavabı. Hə, yəni tutaq ki də burada 45. Eyni işi görürsən 4, amma daha az əməliyyatla da. İndi bunu bug-la işləməyi bilmirəm, dənə-dənə. Bu nə idi? Debug rejimində, əstəğfurullah. Debug rejimin öyrən, bax sənə tapşırığım, mən indiyə kimi yoxlamamışam. Debug rejimində bir-bir atırsan axı əməliyyatları və tıqq eləyirsən işləyir, tıqq eləyirsən sətir-sətir işləyir. Özün belə uzun bir massivdə yoxla, həm bunu yoxla, həm də ki bu yazdığımı yoxla. Bu yazdığımı da hazır əlinlə yazsan daha yaxşı. Gördüm vaxtın yoxdur, mənim məqaləmin də linkini atacağam ora. Oradan götürərsən. Yoxla gör, tutaq ki də ən azı 10 elementli bir massivdə bu neçə dəfə işləyir, bu neçə dəfə işləyir. Bu birisi ən pis halı da verdi, özdə 98-i ver tutaq ki. Return-ü yazma. Return-ü yazmasan görəsən ki, hər dəfə 10 dəfə işlədi elə 10 elementdə. Amma bu birisi gəldi 3 dəfə işlədi, ya 4 dəfə. 4 dəfə heç işləməyəcək. Yəni 16 element olar ki 4 dəfə işləyər. Belə bir şey. 3 dəfəyə gəlib tapacaq. Anlamadığın, qarışıq olan, ya nəsə başqa sualın var? Xeyr, çatdı. Prosto bu binary search falan demişdiniz. Başta çatmamışdı. Elə o şəkli görəndən sonra, koddan əlavə şəkli görəndən sonra çatdı işləmə strukturu. Sonra görüm. ON login. Məsəl üçün time sortdur, merge sortdur algoritmlər. Məsəl üçün merge sort algoritmi budur, əzbərə bilmirəm bunu, heç işlətməmişəm də. Ərreyi sıralamaq üçündür. Zaman mürəkkəbliyi ON vurulsun logendir. Sort algoritmlərinin zaman mürəkkəbliyi adətən n kvadrat olur. Ən yaxşısı budur demək olar. Amma bu da pis sayılır. Yəni n vurulsun log n dəfədə bunun işləmə sayı məcburən. Yəni daha yaxşı bir sortlama algoritmi hələ ki gətirilmir. N kvadratı məsəl üçün. Babili sort yazmışam. Bubble sort. Bubble sort algoritmi. Məsəl üçün n kvadratıdır. İndi sən buradan mən sənə nə trik vermişdim? 2 dənə for. Görsən? Hə. Gördünsə bil ki n kvadratıdır. N kubu. N kubu 3 dənə fordur. 3 dənə for. Hə, forların sayına görə onun Bu 0 olanda bu 0 olanda j 0 olanda bu n dəfə işləməlidir, düzdür? aha. Bunun hər bir taktına ikinci forun. Bu n dəfə işləyəcəkmi? İşləyəcək. N vurulsun n burada varmı? Aha. Bu ikisində. I olan forunda i'nin də hər bir elementi üçün bu ikinci for n dəfə işləməlidir. Bunun hər bir elementinə bu n dəfə işləyir. Bunun hər bir elementinə bu n dəfə işləyir. Bu özü də n dəfə təkrarlanır. N vurulsun, n vurulsun, n. N kubudda gedir. 2 üstü n. Məsəl üçün Fibonacci. Hər ədəd özündən əvvəlki kədərin cəminə bərabərdir. Tutaq ki də burada nə idi? 1, 1, 2 gəlirdi. Sonra 3 gəlir. Sonra 5 gəlir. Sonra 8 gəlir. Sonra 8, 5 ilə 3-ün cəmidir də. Özündən əvvəlki 2 dənə rəqəmin cəmi. Testo palindromla səhv salıb qatışdırdığım sual. Nə bilim 2 üstən
E, da amma burada şey n kvadratını göstərməmişəm necə. N faktorialı. N faktorial da şeydir də, elə faktorialın hesablanması məsəl üçün bir dənə. Çox pisdir. Belə. Sözün qulluğun tapşırığı. Qıllıq Ümid sahibi edirəm heç bir ki, şey. tək qoşulduğuna görə peşmançılığın yoxdur. Keçdiyim dərsin sayəsində, belə yəni demə. Estağfurullah, Ümid sizin edirəm bir dərsinizdə heç vaxt qatqısı oldu. En peşmançılıq azından duymam. mövzunu gördün. Gördün ki, belə bir şey var. Yəni gələcəkdə iş mühitinə girəndə bu time kompleksli deyilən şeylər, bunlar sənin üçün yəni çox əhəmiyyətli şeylər olacaq. Yəni axtardığın şeylər olacaq, macəra olacaq. Nə bilim yazdığın API-lər daxilində birisi düz API yazar, collection-dan düz işləyərsən, şey verərsən, algoritm verərsən. Belə şeylər Mən bir sual önəmlidir. vereyim. Belə düzdür, çox gülməli gələcək. Sözün düzü indiyə kimi kiməsə verməyə də utanmışam. Bir proqramlaşdırma dilini, yəni bütöv axıra kimi bilmək nə qədər vaxt aparır? Yəni belə deyim də, məsəl üçün sizin time falan belə zaman çətinliyi falan göstərdiniz. Mənim görmədiyim bir şey idi. Yəni elə bir şeylər də daxil olmaqla bütün istisna bir kodları falan öyrənmək nə qədər vaxt çəkir insanın üstündə öyrənməsi? Öyrənməyin sənin ömrünün axırına kimi çəkə bilər. Amma yəni belə e, materialı mənimsəmək deyirsənsə, binary search, məsəl üçün sən bunu Java olaraq başa düşmə. Sən elə başa düşmə ki, Python'ın ayrıca şeyi var, binary search var. Binary search sənə getsən məsəl üçün izah axtarsan, görəsən ki, Pascal dilində yazılıb. Bu algoritm, bu proqramlaşdırmanın bir dənə predmetidir. Sən Java-nı tam mənimsəmək deyirsənsə, bütün kitabxanaları ilə babat işləməlisən üzərində. Heç məsəl üçün də iş sahələrinə girəndə də bəlli bir Java-nın bəlli bir sahələri kitabxanaları daha çox istifadə olunur. RESTful API yazırsan, məsəl üçün, amma SOAP web servisləri də var. Nə bilim başqa cürləri də var. Yəni bir qanadı ilə çox məşğul olasan. İstər-istəməz də digər qanadlar haqqında fikir sahibi olasan. O da ki, qaldı bu binary search, bu proqramlaşdırmanın predmentidir. Sən getsən Python-a, orada da binary search. C++ öyrənsən, bütün proqramlaşdırma dillərinin anasıdır da demək olar. C++-dır, C-dir. Universitetdə keçirik. C++ çox önəmli dildir. Bilməyin çox önəmlidir. Bu, yəni proqramlaşdırmanın bir sahəsidir. Bu, yəni özünü yetişdirdikdə zaten görəsən. Bu, computer science-ın içində olan bir şeydir. Bunun Java üçün də keçərlidir, bütün şeylər üçün də. Necə ki, yəni bütün proqramlaşdırma dilləri gedib bir database ilə işləmir. Deyə bilmirsən ki, da yəni hərəsinin düzdür fərqli sintaksisi var. Proqramlaşdırma dillərində sintaksis fərqi var. Getsən C# öyrənsən, Java-dakı şeylərin alternativini öyrənəsən. If görəsən, for görəsən, while görəsən, do while görəsən. Sadəcə bəzi texnologiyalar fərqlidir. İndi orada şey yaz, controller yazmarsan başqa bir şey yazarsan, başqa bir pəkizlə işləyərsən. Nə bilim orada annotasiya yazmayarsan, başqa şeylərdən istifadə eləyəsən. Belə deyim. Yəni amma anası, məğzi belə şeylərdir, arxasında duran algoritmlərdir. Uzun müddət işləmək lazımdır, üstündə durmaq lazımdır. Yəni belə bir vaxtı zamanı yoxdur. Təməlləri öyrənməyin demək olar ki 10 ay çəkə bilər, məsəl üçün. Bir proqramist kimi yetişdirmək 1 il çəkə bilər. Bəzi istedadından asılı olaraq da sənin altyapından, backgroundundan, anlayış qabiliyyətindən asılı olaraq dəyişir. Yəni 7 ay, 10 ay, 12 ay çəkə bilər. Amma bəlli bir metodologiya ilə özünü inkişaf elətdirməlisən. Bəs bir söz soruşum. Bir təcrübə proqramı bilirsiniz ki, orada həm belə deyim də, praktiki işləmək olsun, könüllü kimi, həm də ki, öyrənmək də. Yəni gedim biraz da özümü necə deyim, səhər gün bir işə gedəndə stres basmasın ki, mən intervyuya gedəcəm, nə bilim, intervyudan keçdim, gedəcəm indi işləməyə, nətər olacaq? Valla indiki dövrdə açığı LinkedIn istifadə edirsən. Yox.
istifadə elə o videoların da azmaz danışmışdım LinkedIn barədə. Nə videolar da atmışam qrupa, kapsamlı 2 dənə video atmışam. Baxmışam onlara. Yəni Leyla Xan Əhmədin ikinə də bax, özün də LinkedIn axtar, istifadə elə, çox əhəmiyyətlidir. Bu dəqiqə Azərbaycan bazarı elədi ki, 5-10 dənə bank var, 5-10 dənə də adi şirkət var. Hamı ora girmək istəyir. Elə hər universitet 200 developer çıxardır ilə. Minlərlə developer bazarda şeydir. Bu dəqiqə sənə məsəl üçün deyə bilmərəm ki, hə belə bir yer var, 5-10 dənə təcrübəçi ilə yanlarında oturursan ofisdə necə kod yazırlar, baxırsan sənə də yüngül tasklar verirlər. Belə bir şey bazarda demək olar ki, qalmayıb. Bazarda tendensiya bu dəqiqə odur ki, şeydir. Özün araşdırma ilə tapşırığı atır. Məsəl üçün Hindistan bir dənə şirkəti ilə Oasis Infobyte var idi. Bir dənə də Internal Intelligence var idi. Mən Oasis Infobyte ilə işləmişəm. 10 modullu proyekt yazmışdım. Keçən səfər artikel üzərindən sizə bəzi şeyləri izah elədim. Tapşırığı verir, məsəl üçün filan şeylər eləməlisən. Onları eləməyi araşdırma eləyirsən GPT ilə, Google-dan, oradan, buradan araşdırma eləyib özün yazmağa çalışırsan və onu yazmağa çalışanda yazdıqca öyrənirsən. Çıxan baqlarla, errorlarla biraz mütəxəssisliyin artır, əl yatkınlığın artır. Mən dediyim elə oydu ki, zaten yəni mən məsəl üçün insanın özündə bilmir axı olmayanda hardan nə axtarsın, araşdırsın ki, biraz da inkişaf eləsin. Real proyekt dalınca qalsın. Proyekt dalınca qalsın. Dediyim kimi, Oasis Infobyte-a müraciət elə, sənə task atacaqlar. O tasklardan birini seç, kapsamlı işləməyə çalış. Onu handle eləyəndə, indi Dunay müəllimə də yazarsınız, bir dənə şey verər sizə, köməklik eləyər. O proyekti yazmağa çalışan, elə məsəl üçün müəllimin proyektinin alternativi olacaq da, müəllim sizə indi yazdığı proyektdə database ilə əlaqəni, o əlaqəni necə siz URL-lərlə çıxardırsınız fronta, onların hamısını göstərib də, yəni entity, repository, service, controller məntiqi hər yerdə işləyir. Bununla Liboy proyekti handle eləyə bilərsiniz. Handle eləməyə çalış, kapsamlı işdə bir dənə məsəl üçün web saytın backend tərəfi əlində olsun, GitHub hesabında olsun. Belə də ki, zətlərə müraciət elə, şirkətlərdə vakansiya açılanda junior falan müraciət elə. İntervyuya hazırlaşanda Core Java-nı, məsəl üçün ən azından RESTful API-ları qəşəng araşdır, gör nələr var. Araşdır, sual-cavab elə. Azərbaycan dilində sizə sualların PDF-lərini də ata bilərəm. Sual PDF-si ata bilərəm ki, istifadə eləyəsiniz, sizə kömək edək. Atsa zəli olar. Ataram onu. Belə. Heç bir şey müəllim, sizi də yormayım. Yorulmadım, zövq oldu, qəşəng dərs oldu. Bir dənə tələbə ilə girsəm belə ləzzət elədi mənə. Ən çox ləzzət eləyən dərslərdən biri oldu. Ümid edirəm qatqısı olar. Çox sağ olun, mən də minnətdaram həqiqətən. Yəni bilmədiyim bir şeydə aydınlandım. Düşlər demiş. Hə, üstünə düş. Əsas odur ki, şeydir, üstünə düş. Nəzərində olsun da. Yəni biraz yerindəcə isti mənimsəmək yaxşıdır, düzdür. Biraz Google-la, ora gir, bura gir. Məsəl üçün ON nədir? Bu notasiyalar nədir? Bir algoritm zaman mürəkkəbliyi necə verərik? Məsəl üçün alman dili öyrənirsən də, düzdür. Java-nın da terminləri az-çox qulağındadır, düzdür, keywordləri. Alman dilində məsəl üçün Google-a yaz bir dənə, bax gör, almanlar bu time kompleksində nə deyir? Maraqlı gələcək. İkisi birində. İkisi birində türkcə yaz, zaman karmaşıqlığı nə deyir? Qəşəng videolar var. Onlarda bax, nə bilim, bir fikir formalaşdı. İndi məqaləni də atacam, məqaləni də oxuyarsan. Belə. Girim yüklüyüm, WhatsApp yüklüyüm. Girim WhatsApp yüklüyüm. Qəşəng olacaq. Deməli, heç bir şey Asif. Allah səni qorusun. Növbəti dərsdə. Oldu, çox sağ olun. Sağ ol. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı.
Xeyri var.